Kanalımıza müraciət edən Tərtər şəhər sakini Əhmədova Əminə Məhərrəm qızı bildirir ki, onun şikayəti Tərtər rayonunda yerləşən Anamanın müdürü, belə deyək, Ümid Mirzəyevdəndir və onun işçisi Ruslan adlı şəxsəndir. Mən 1 il yarımdan çoxdur ki, burada Anamada deməli mina axtaran kimi işləyirəm. Biz 4 qrup fəaliyyət göstərirdik və bizi günlərin bir günü, 5-ci günü işdən evə getdik və növbəti həftənin 1-ci günü işə gələndə Ruslan adlı şəxs bildirdi ki, sizin müqaviləniz bitibdir, buna görə də işdən azadsınız. Mənə heç kim izah etmədi ki, mən nəyə görə işdən azad olmuşam. Mən bununla bağlı Ümid Mirzəyevlə danışmışdım əvvəllər. Ancaq o mənə bildirmiş ki, sizin işinizdə hər hansı problem olmayacaq və onun xeyir-duası ilə bankdan müəyyən problemlərimi həll etmək üçün kredit götürmüşdüm. Hamı bilir ki, evdə uşaqlara mən baxıram və ailə başçım yoxdur. Dolanışıq vəziyyətim çox ağırdır. Mənə bildirdilər ki, 3 ay səbirli olun, sizi işə qaytaracaq. Bu sözü mənə şəxsən müdür Umud Mirzəyev verdi. Mənim İşdən çıxmaq səbəbim bilinmədi. Mən əvvəllər həvəskar jurnalist fəaliyyəti göstərmişəm. Ancaq bura işə düzələn gündən jurnalist fəaliyyətimi dayandırmışam. Bunlar bilir ki, mən nə vaxtsa bunların saxta işlərini harasa verə bilərəm. Yəqin buna görə məni işdən çıxardıblar. Ancaq mən onu deyim ki, bunların burada saxtakarlıqla məşğul olmaqla bağlı əlimdə çoxlu faktlar var. Bunlar çox saxta işlər görürlər. Deməli, həmən dövrdə kimlər ki, Umud Mirzəyevə rüşvət verdi, onları işə götürdüm mən və yanımda olan başqa bir qadın biz pul verə bilmədik. Buna görə də bizi işə götürmədilər. Şikayətçi bildirir ki, axşam olan kimi bu idarədən əxlaqsız yuvası kimi istifadə edirlər. Dövlət başçısı və Ulu Öndərin şəklinin altında burada çox bir hoqqalar durğuzurlar. Mənim 3168 manat pulum idarədə qalıb və mən məzuniyyət pulum da daxil, mənim deməli, İşdən çıxmağımla bağlı mənə veriləcək pul da verilmir. Mən dəfələrlə əlaqədar qurumlara şikayət etmişəm, ancaq çox təəssüf ki, şikayətimə baxan yoxdur. Mən işlədiyim dövrdə nümunəvi işçi olmuşam, bunu hamı bilir. Mən Daxili İşlər Nazirindən, 1-ci xanımdan, cənab prezidentdən kömək istəyirəm, mənim pulumu versinlər. Umud Mirzəyev dövləti də aldadır. Belə ki, 1 ay əvvəl minadan təmizlənmiş əraziyə mina basdırıb, yenidən həmin ərazidə axtarış apartdırır. Biz deyəndə deyir ki, susun ki, səsinizi kəsin, işinizi görün. Belə görünür ki, dövlət başçısına da, Vüqar Süleymanova da Umud Mirzəyev kələk gəlir. Kim bunlardan şikayət edirsə, kollektiv yığıb imza yığırlar ki, güya deyilənlər yalandır və bir neçə nəfərin başına da belə bir oyun açıblar. Mənim 2 atasız yetim uşaqlarım var, başqa yerdən gəlirim yoxdur. Mən nəyə görə işsiz qalmalıyam? Bu idarəyə bütün qohum-əqrabalarını yığıb, mənim pulumu versin, bir də izah etsin ki, məni nə səbəbə işdən çıxardı. Bəyən bu idarə onun dədəsinin mülküdür. Hamısı onun yaxın ətrafında olan qohum-əqrabasıdır burada işləyənlər. Əgər məni işdən çıxardacaqdısa, nəyə görə məni kredit aldırırdı deyə bildirir və qeyd edir ki, hazırda da Ruslan adlı işçi deyir ki, ondan şikayət edib, ona şər atır ki, güya mən Ruslanı hədə qorxu gəlirəm, onu təhdid edirəm. Belə haqsızlıq olmaz axı, bir qadın, bir insanı, bir kişi xeylağını necə təhdid edə deyə şikayətçi bildirir. Əhmədova Əminə Məhərrəm qızı. Şikayətiniz kimdən bağlıdır? Şikayətim Umud Mirzəyevdən, bir də burada Ruslan adlı bir şəxsdən. Umud Mirzəyev, mən burada il yarım Anamada işləmişəm, minə təmizləyən sapyor işləmişəm. Qadınlar 4 qrup olur. 4 qrupdan 2 qrupunu 5-ci gün işdən getdi. 1-ci gün işə qaydanda çıxdı Ruslan adlı şəxs. Bu da dedi ki, müqavilə dayandı, işiniz bitdi. 2 qrup getsin evə. 3-dən 4. Sonra mən ondan 3 gün sonra Umud Mirzəyevə zəng elədim. Dedim, sizə arxeyin olmuşam. Mən də dediniz ki, işimizdə problem olmayacaq deyim. Mən getdim kredit götürdüm, dediniz ki, problem yoxdur, gedin götürün. Mən getdim kredit götürdüm. Sonra dedim, mənim vəziyyətim pisdir. Evdə ailə başçısı mənəm, 2 dənə yetimə baxıram. Mənim vəziyyətim pisdir. Evdə mən pis gündəyəm və mən boş kütləyimdədir. Mənim bəy işə qaytarılmaq dedi ki, 3 ay səbirli olun, 3 ay müddətinə sizi qaytaracaq. Və sizin işdən çıxma səbəbi nə oldu? İşə çıxma səbəbim bilinmədi. Mən özüm həvəskar jurnalist olmuşam deyə bura gələndə dayandırdım işi, bura gəldim ki, bu xərcdən qurtarmağa görə. Gəldim, burada işlədim, ona görə bunlar bildi ki, mən jurnalist olmuşam. Ona görə saxta işləri çox olduğuna görə məni bura işə qaytarmadılar. Burada elə bir qız var ki, heç Anamada vəzifə borcu nədir onu bilmir. Sadəcə Umud Mirzəyevin adamları deyil, buradan məndən pul ala bilmədi, rüşvət ala bilmədi. Amma həmən şəxslərdən, adamlarından nəsə pul görür, kiminsə adamı vəzifədədir. Yəni kim pul verirsə onları işə götürürlər. Kim pul verirsə, kimin adamı vəzifədədirsə onu çağırır, işə götüzdürür. Məni bir dənə mən
Bir də Nuriyeva Elnurə. O iki nəfər bizi götürmədi. Çünki mən də ki bu işimə görə ki gəlib saxtalıqlarını görüb gedib məlumat verəcəm dövlətə. Oturur burada. Bax bu idarə. Bu idarə axşam oldu, olur bir əxlaqsız xana. Hərə bir qız gətirir. Hərə birini saxlayır. Tapır gətirir. Bax burada 2-ci mərtəbədə İlham Əliyevin şəkili, Heydər Əliyevin şəkili Yusoqqadan çıxırlar. Hamısı haqsızlıq. Bir dənə haqlı iş görən yoxdur. Mən də indi tələbim odur ki, prezidentimizdən xahişim odur. Cənab prezident, sizdən xahiş edirəm. Umut Mirzəyevə gəlib pulumu, haqqımı istəyirəm. Deyir ki, mənim pulum çoxdur, mən prezidentin adamıyam. Bunun pulu çoxdursa, bu prezidentin adamıdır. Biz nəyik prezidentin? Biz də prezidentin adamıyıq da. Biz Ermənistandan gəlməmişik ki. Biz də prezidentin Sizə nə qədər adamıyıq. verəcəyi var, nə qədər borclar var? Mənim il yarım, 1 il, 3 ay, 4 aydır mənim məzuniyyət pulum, evdə qalmamışam. Evdə hansı gün qalmışam, maaşımdan 50 manat pul tutulub. Mən 1 il, 3 ay, 4 ay məzuniyyət pulum verilməyibdi. Bir də mənim 3 ay yekun pulum verilməyib. İşdən çıxarılmışam, mənim yekun pulum verilməyib. 3168 manat puldur. 3168 manat. Gəldim, getdim, dedilər ki, get şikayət elə. Getdim şöbəyə məlumat verdim, şikayət elədim, ərzə yazdım. Şöbəyə getdi, susturdu, neynədi, nə vardı, pulu vardı. Şöbə mənim işimə araşdırma aparmadı. Mənim işimə baxmadı. Dedi ki, işinə baxacaq, narahat olma. Daxili İşlər Nazirliyinə də müraciət edin burada. Daxili İşlər Nazirliyinə də müraciət edirəm, prezidentimizə də müraciət edirəm, Mehriban xanıma da müraciət edirəm. Haqsızlığa göz yumulmasın, tər-tərdə haqsızlıq baş alıb gedir. Bunlar kimi, Umut Mirzəyev kimi insan cəmaatı barmağına doluyur. Düzgüncə cəmaatı barmağına doluyur. Mən özüm şəxsən işləmişəm, mənim burada da işimdə, qrup rəhbərlərimdə hamısı bilib ki, mən nətər işçi olmuşam. Mənim yerimdə bir siqnal tapılmayıb. Yeri gəlsə, bütün qızlarda siqnal tapılıb, amma mənim yerimdə siqnal tapılmayıb. Mina ərazilərində saxtakarlıq aşkar olunub. Bəli, saxtakarlıq o qədər axtır. Bugün getmişik, bu ərazini təmizləmişik. Bir ay təmizlədiyimiz əraziyə təzədən minarı bastırtdırıb Umut Mirzəyev təzədən gedib axtarmışıq. Demişik, buranı biz təmizləmişik. Deyiblər ki, dinməcə işinizi görün. Minab ərazisidir bura. Bəli, Umut Mirzəyev başdan ayağa Buqar Süleymanovu da alladır. Prezidentimizə də yalan danışır. Sadəcə onun pulu var deyin, özünün altında xarici maşını, oğlunun altında xarici maşını və şoförləri, oğlunun da özünün də şoförləri. Haqsızlıq da bu şirkətdə inan Allaha kişilərdən də narahatçılıq edir, canıq deyinə yığılanlar var. İşlərinin qorxusundan hamı susur ki, Umut Mirzəyevdən kimsə şikayət eləsə pulu var deyin, heç kimin sözünə baxılmır. Umut Mirzəyevin sözü keçirdin, bir şey olan kimi də kimsə də bunlardan şikayət eləyən kimi o saatı Umut Mirzəyev buradakilara məlumat verir. Gəlirlər, içiləri, qadınlı kişini yığırlar. Deyirlər ki, hamınız biz bu elə bir şikayət yazır ki, deyək ki, mən haqsızam da, mən bunlara şərbi ötəm, hamısına da bir-bir içilərə qol çəkdirir. Çünki burada Emin adlı bir oğlan da heyri oldu, hamını yığdılar, qol çəkdilər. Cavid də bunlara şikayət elədi, araşdıra bilərsiniz. Onu da heylə hamını yığdı, Umut Mirzəyevin adından hamısına qol çəkdirdi ki, güya onlar haqsızdır, Umut Mirzəyev haqlıdır. Saxtalıqla, qısa konkret, Umut Mirzəyev saxtalıqla məşğuldur. Qardaş, mən heç nə istəmirəm. Cənab prezident, mən 2 dənə yetimə baxıram, atasız uşağa baxıram. Heç bir yerdən gəlirim yoxdur. Heç bir yerdə işləmirəm. Mənim xahiş edirəm, əlimin içinin qavarını çəkin. Qoyun cənab prezident, bütün vəzifəllər görsün ki, mən əl qavarımla işləyən adam olmuşam. Amma Umut Mirzəyev mənim pulumu yeyir. Mənim pulumu düzgüncə yeyir. Zəng edirəm, atır bloka. Oğluna zəng edirəm, oğlu da burada işləyir. Bir qızı xaricdə işləyir. Dubaydan mı bilmirəm, hansısa xaricdə, Amerikada mı, haradasa oradadır. Sənin pulun var, sənin qızının pulu var. Geznələrin yığıb bura, bacanağın yığıb bura, bütün özününkiləri yığıb bura. Mən səndən çox işləmirəm ki, mən demirəm ki, mən evdə oturum Umut Mirzəyev, mənim pulumu, mən gəlim müftə oturum evdə, sən mənə maaş ver. Mən haqqımı səndən sevim. Məni nə səbəbə işdən çıxartmısan? Hansı səbəbə çıxartmısan? Yalan, böhtən yox. Çünki axırına kimi gedəcəm onu, prezident aparatına kimi lazım olacaq gedəcəm, qabilə qədər lazım olacaq çıxacaq. Amma mənim haqqım yerdə qalmayacaq. Mənim yetimlərimin haqqını yeyə bilməyəcək Umut Mirzəyev. Mənim pulumu qaytarsın. Bir də işdən nəyə görə çıxmışam onu deyilsin.
bu qədər haqsızlıq olarmı? Puluna güvənib bu qədər haqsızlıq edib, bu qədər haqsızlıq edə bilərmi? Nə əsasına haqsızlıq edir? Nə əsasına mənim pulumu yeyir? Dəfələrlə gəlmişəm, üstümə hücum eləyiblər. Üstümə burada neçəsi hücum eləyibdi ki, çıx get buradan. Sən Umut Mirzəyevə bata bilmərsən. Bax o sözü mənim özümə, bax deyir, həmən otaqda deyiblər ki, sən Umut Mirzəyevin pulu çoxdur, sən Umut Mirzəyevə bata bilmərsən. Bu dövlət haqsızlığa göz yumuyum. Mən də prezidentin vətəndaşıyam. Xahiş edirəm, cənab prezident, bu işə göz yumma, sənin adından istifadə edir. Sənin şəklinin altında Yusovkadan çıxırlar. Buranı eləyiblər bir baldevxana. Rüşvətxana. Adamı var işləyəcək, başı çıxmayanlar yığıb bir sürü qızı, başı çıxmayanlar gətirib burada işlədir. Mən nə əsasına çıxartmışsan? Nə əsasına mənim çörəyimdən eləmişsən? Bu boyda borcu mənim niyə yığdırdın boğazıma? İşdən çıxardacaydınsa, işi dayandıracaydınsa, niyə mənə dedin ki, Ruslan adlı şəxs Umut Mirzəyevin adı olan yerdə şirkət dayana bilər, get götür, narahat olma. Gedib indi də məndən Umut Mirzəyev zəng edir ki, get şikayət elə. Burada Ruslana. Ruslan gedib məndən şikayət yazır ki, məndən hədə qorxu gəl. Mən qadın xeylağı. Mənim evimdə ərim yox, mənim evimdə oğlum yox. Mən qadın xeylağı, mən Ruslanı mı öldürəsiyəm? Mən neyniyəsiyəm? Bir qadın xeylağı neyniyəsidir Ruslana? Kişi xeylağına gəlib burada nə hədə qorxu gələsidir? Şərböhtandır da sizə qarşı. Şərböhtan atırlar, bəli. Bunların hər işi ağızlarını açanda şərböhtanla açırlar ağızlarını. Bir dənə bunların dürüst işləri yoxdur. Qanuni iş görmürlər. Heç bir qanuni iş görmürlər. Yalandan bir yer 10 dəfə axtartdırırlar uşaqlara. Hörmətli izləyicilər, xahiş edir yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Burada səslənən fikirlərin kanalımıza heç bir aidiyyatı yoxdur. Adı çəkilən şəxslərin də məmnuniyyətlə fikrini dinləyib dərc etməyə hazırıq buyursun. Adı çəkilən şəxslər də müraciət etsin, onların da fikrini dərc edək. Hələ ki bu qədər fakt araşdırmalarımız davam edir. Bu məsələnin üstünə yenidən qayıdacağıq. Sağ olun, sağlıqla qalın.